Harda bitir torpaq. Oradan su alır, məsələn, torpaqla alır. O barədə değil mi? Bəli, suyla, yəni öz fikirlərinizi sərbəst şəkildə yazın. Sonra da bunun məsələn sizin kağıdınız böyük bax. Bir tərəfində böyük bir elə cədvəl eləyib, bir tərəfində də məsələn bax yarıya bölünməli. Bölüngəndə lələnmə burada. Bu tərəfə bir şəkil, bu tərəfə bir cədvəl qoyulur. Qəşəng məsələn alına bilər. Sonra içində iki cədvəl bir dənə tapıb. Başına çıxır. Məsələn, məsələn gördünüz iki canlı bir arada. Məsələn bu canlının bu qoza ilə əlaqəsi nə oldu indi? Yox, ondan məsələn yaşayış məskəni bilgi əldə etmək. Məsələn, pozanı tapdıq, yazdıq siyahıya poza, cədvəldə çəkdik, poza yazdıq və baxırıq ki, pozanın içərisində böcək də var. Deməli, bu böcək bu pozadan yaşayış məskəni kimi istifadə edir. Lələk o hissəsində görürsünüz Şamın erkek kozalarıdır. Bax, görürsünüz. Ha, kızlar nə işləyibsiniz? İşinizi təqdim edin. Aha. Çiçəyimiz var, qozamız var. Qozanın balaca növbəndə yetişməmiş. Qırmızı gül, inəkardı ağaca budarım, çön çiçək. Burada heyvanlardan lələyimiz var. Bu nəyin çiçəyidir? Yoncanın bu. Zəncirotu. Aha. Lələk tapıbsınız. Sonra da arımızın hissələri var. Arı tapmışdınız yoxsa özünüz tapıb hissələrini də çəkibsiniz. Afərin, hissələrini də yazıbsınız. Afərin sizə. Təşəkkürlər. Bir dənə həm yaşıl tapdıq, zəncirotu tapdıq. Arı tapdıq, ölü arı deyil, lələk. Bir iki dənə çiçək. Arının digər canlılarla nə kimi, məsələn çiçəklə arının nə kimi qarşılıqlı təsiri olur? Qarşılıqlı əlaqəsinə görə, bəli, arılar çiçəklərdən tozcuq və bal toplayır. Çiçəklər isə arılar vasitəsilə tozlanmış olur. Sonra bir dənə qocalaq tapdıq. Bir dənə şam ağacının erkək qocalısını tapdıq. Başqa da sizlər kimlər işləyibsiniz birlikdə? Əsələrlə Turan Aha, afərin. Bizim qurumumuz Çağla Aləm qurumumuz. Burada Aliyə, Tuafik və Xədicə, bir də mən varam. Biz burada orqanizmləri götürmüşük və zar böcəyi. Digər canlılarla əlaqə yeşiyə böcəkdir. Ətrafdakı casus hissələri ilə əlaqə torpaqda yaşayır. Lələk isə quşlar yuva qurmaq üçün istifadə edirlər. Ətrafdakı casus hissələri ilə əlaqəsi bəzəkdir. Dərman bitkisi digər canlılarla əlaqəsi insanlara xeyir verir. Ətrafdakı cansız hissələri ilə əlaqə torpaqda bitməsi Onun yetişməsi üçün torpaq, su, mineral duzlar. Günəş lazımdır, elə deyil mi? Bitkilər günəşdən istifadə edib nə edir? Karbon qazı və günəşdən istifadə edir, torpaqdan suyu, mineralları alır, fotosintez edərək üzüm maddələr sintez edir ki, həmin bitkilərlə də digər canlılar qidalanır. Aha. Afərin uşaqlar. Biz bugün buradaki bu ərazidəki diyərlər tanışdırırıq və mələrimizdən kömək olaraq Canlı qalıqları, və mələrimizə kömək olaraq bitkilərin adını öyrəndik. Bizim burada şam qozamız var, 2 ədəd. Bu nədir? Burada bu quşu zəncirotudur. Biraz bitməmiş halıdır, yetişməmiş halıdır tam. Bu şam ağacı və biz də burada canlı üçün bir-birlərin digər canlılar əlaqəsini öyrəndik. Qeyd elədik cədvəldə. Afərin. Aha. Buyurun qızlar, nə eləyibsiniz? Lazım deyil, hə? Biz bugün təbiəti müşahidə etdik. Təbiətdə çoxlu bitkilər və heyvanlar müşahidə etdik. Cədvəlimizdə orqanizmlər, tincansız hissəsi ilə əlaqə başlıqları yazılır cədvəlimizdə. Belə bitkilər. Afərin. Bu bitkilərə aiddir quş lələyi, palma ağacı, boza, şavalı, iynə yarpaqlı və s. belə bitkilər aiddir. Burada göbələk var. Afərin, şəklində çəkib, yapışdırıbsınız. Quş yuvası tapdınız. Afərin hamınıza. Təşəkkürlər qızlar. Nələr topladıq? Evdən bozacıq, papatya. Şamın erkək qozası. Şam qozası. Cədvəl düzəldir. Siz ikiniz işləyibsiniz? Afərin. Buyurun. Burada
Şam uzasının insan əli təmas etdikdə üzərindən sarı tozcuqlar havada uçuşmaya başlayır. Bəli, buradan bildiniz ki, erkək qozalardır. Şam mühitində cansız hissələri ilə əlaqəsi isə külək əsdikcə sarı tozcuqlar havada uçuşmaya başlayır. Burada əlvan bitkilərdən neftlər əldə edir. Şam mühitin cansız hissələrlə əlaqəsi isə torpaq arıları torpaqdan istifadə edir. Torpaqda yaşayırlar. Onlarla Deməli, burada biz birdən bitki növü tapmışıq. Deməli, üzərində tikan var. Digər canlılarla əlaqəsi insan əli təmas etdikdə tikanları ələ basır və insan ağrını hiss edir və təbiətin cansız mühitlə əlaqəsində isə tikanlar onun hər hansı bir canlı tərəfindən yeyilməsindən qoruyur. Yəni tikanın özünə müsbət cəhəti var. Uşaqlar, bugünkü dərsimiz necə oldu? Bəli, bugün biz təbii yaşayış mühitlərini araşdırdıq. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsini araşdırıb məlumat topladıq.